Salam. Azərbaycan dilindən bəzi test nümunələrinə baxaq. Cədvəl testlərinə aid bir nümunəyə baxırıq. Cədvəl iki sütundan ibarətdir. Doğru yazılıb, səhv yazılıb deyə soruşur. Burada biraz deməli yenə dediyimiz kimi cədvəllə işləyəndə bəzi dolaşıqlıqlar yaranır. Buna aydınlıq gətirmək istəyirəm. A bəndində deyir tünd göy yazılıb, tünd göy düz yazılıb. Deməli bu şərti ödədi, doğru. İkincidə isə səhv lazımdır bizə. Yamyaşıl, bu da düz yazılıb. Deməli bizə burada səhv yazılan lazımdır, amma bu düz yazılıb. Yamyaşıl səhv olduğuna görə A variantını atırıq. B variantı dümdüz səhv yazılıb, çünki bitişik yazılmalıdır. Düm hissəsi sözə bitişik yazılmalıdır. Uzunsov isə düzdür və səhv doğruda səhv yazıldığına görə deməli bu sözə görə də B variantını atırıq. C variantı tərtəmiz düzdür, çünki tər söz hissəsi düzgün yazılıb. Açıq sarı isə səhv yazılıb, çünki bu defislə yazılmalıdır və açıq sarı səhv yazıldığına görə, deməli səhv səhvə görə düzdür, düz də düzə görə düzdür. Ona görə cavabımız C variantı olacaq. D-yə baxırıq, açıq yaşıl səhv yazılıb, çünki defislə yazılmalıdır. Burada həm açıq sarı, həm açıq yaşıl defislə yazılmalıdır. Hər ikisində dərəcə əlaməti də açıq. Və səhv yazıldığına görə biz açıq yaşıla görə D-ni atırıq. Eyni zamanda dupduru da səhv yazılıb burada. Amma artıq səhv ödəyir, düz isə ödəmir. Ona görə D variantını da atırıq. Ona görə düzgün cavabımız olur C variantı.